Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Susay kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Gənclərimizin əsas problemi belə deyək, bir ocaq qurmağa həyətyanı sahəsində olmamalıdır. Mən bir çox bələdiyyələrə təklif eləmişəm ki, biz də kömək edək. Müəyyən mənada o iri zəbtlərlə bir məşğul olmaq lazımdır. Müəyyənləşdirmək lazımdır, araşdırın. Düzdür, indi adam ola bilər zəbt eləyib, orada nəsə qurub, tikib, filan eləyib, söhbət ondan getmir. Amma bəzən görürsən ki, elə boşda saxlayır, setqalayıb, üzr istəyirəm, deyir, elə bura məndir. Dərəcə xəritəsinə baxanda, orada zəbtlər vətəndaşın mülkiyyət sənədinin nömrəsi də yazılır. Orada hansı bələdiyyə zəbt torpağının da nömrəsi yazılır. BB bələdiyyə torpaqda yəqin ki, səhv eləmirəmsə, bir ki, vətəndaşın nömrəsi. Ora baxanda mən çıxarmışam, ərazidən başlamışıq biz analizə və müəyyən xəritələr bir hissəsini çıxarmışam. Orada açıq-aşkar görsənilir ki, vətəndaş misal Mərdanov İqbalın torpaq sənədində bu nömrəli sənəd vətəndaşındır, bu qədər sahədə BB bələdiyyə torpağıdır. Burada göstərilir mən, oradan çıxarmaq olar bu məncə. Bu ərazinin təxminən nə qədər? 1500 hektar olar da ərazisi. 1500 hektar. Deyirəm də təxminən 1500. İndi onun ölüşü filanı ümumi yerləri çıxsın, bəlkə də axtarsın heç olmasa bir 10 hektar zəbt çıxasıdır buraya. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Susay kənd tam orta məktəbində yaradılmış 1-ci Qarabağ müharibəsi şəhidi Aynəddin Babayevin xatirə güşəsinin qarşısına gül dəstələri düzüblər. Sahib Məmmədli üçün Şuşalı Qafqaz TV üçün.